İmtahanınıza cəmi 3 həftə, 2 həftə vaxt qalıb və siz gərgin formada imtahana hazırlaşırsınız. Öncəliklə imtahan verəcək olan bütün abituriyentlərə uğurlar arzu edirəm. İnşallah ki, tələbə adını xeyirli formada qazanarsınız. Əgər abituriyentinizsə, imtahan verəcəksinizsə, bu videonu mütləq sona qədər izləyin. Çünki videonun sonunda artıq sizlər üçün çox şey müsbət mənada dəyişmiş olacaq. Bu videoda sizə 5 qızıl qaydanı deyəcəm ki, o 5 qızıl qaydaya əməl etdiyiniz müddətcə imtahanda uğur qazanmanızı daha real və daha rahat olacaq. Hazırsınızsa başlayaq. İlk olaraq sistemli və planlı çalışmaq lazımdır. Bunu çoxunuz, hamınız bilirsiniz böyük ehtimal. Amma bunu dəftərə və ya qeyd dəftərinə bir yerə köçürmək yəqin ki, çoxunuz etmirsiniz bunu. Unutmayın ki, insan olaraq unutqan varlığıq, nələrsə şifahi olaraq unuda bilirik. Amma sistemli və planlı çalışmağı dəftərə qeyd kimi yazdığınız zaman, o sizin gözünüzün qarşısında olduğu zaman heç bir problem yaşamazsınız. Hətta sabah müəyyən hansı fənni çalışacağım deyirsinizsə, məsələn müəyyən fənlər çalışırsınız, irəlidə blok imtahanı var. Sabah hansı fənlərə nə qədər vaxt ayıracağım deyirsinizsə, onu çalışın dəftərə, vərəqə, bir yerə qeyd kimi axşamdan yazın qoyun və sabah artıq ilk işiniz o dərslərə başlamaq olsun. Yəni səhər durub o planını qurmanız artıq sizin zamanınızı çox almış olacaq. Planınız qabaqcadan hazır olsun və təbii ki, yazılı formada. İkinci olaraq telefon və sosial şəbəkələrdə fasilə vermək lazımdır. Təəssüf ki, əksər abituriyentlər və xüsusilə bölüklər də həmçinin bunun qarşısını ala bilmirik, heç kim ala bilmir. Amma ki, imtahanda müəyyən bir məsafəniz var. 3 həftə, 2 həftə bir zamanınız varsa, fasilə verməkdə fayda var. Çünki istəmədən də bunlar sizin zamanınızı alır. Instagram, Facebook, TikTok, YouTube və s. sizin zamanınızı özünüzün xəbəri olmadan belə alır. 1 dəqiqə, 2 dəqiqə baxım çıxım deyirsən, amma bir də görürsünüz ki, yarım saat, 1 saat keçib. Unutmayın ki, abituriyentin vaxtı, dəqiqəsi qızıldır. Çalışın, o qızılları yaxşı dəyərləndirin. YouTube burada biraz istisna ola bilər. Əgər blok hazırlaşırsınız, hər hansı çətin mövzunu oradan öyrənirsinizsə, təbii ki, onu istisna sayırıq. Söhbət sosial şəbəkədə boş vaxt keçirməkdən gedir təbii ki. Çalışın ki, onu da sistemi çalışsınız və çox vaxtınızı aparmasın. Üçüncü olaraq, hər axşam günün hesabını etməyə çalışın. Bugün mən nə qədər hədəf qoymuşdum və nə qədərini etdim? Mən bugün 30 dənə tarixdən test yazmalıydım. Axşam özünə bir soruş. Mən bugün 30 testi yazdım mı? Riyaziyyatdan 50 test yazasaydım və günün sonunda bir soruş. Mən 50 testi yazdım mı deyə özünə bir növ hesab sor və gör ki, irəliləyiş nə qədər var və ya nə qədər geriləmə var. Çünki siz bunu etmədiyiniz müddətcə gününüz boşuna gedir və özünüz də onun belə deyim fərqində olmursunuz. Dördüncü olaraq, özünüzə inan və müsbət düşüncə ən önəmli hissələrdən biridir. Bəzən unuduruq bunu, amma inanmaq işin yarısıdır. Siz inandığınız müddətcə, müsbət düşündüyünüz müddətcə hər şey yolunda gedəcəkdir. Hətta buna bənzər qısa bir hekayə var. Bir kənddə, bir bölgədə quraqlıq başlayır, yağış yağmır. Hər kəs deyir ki, kənd əhli, sabah gedib bir təpənin başında dua edək, yağış istəyək. Səhər hamısı gün çıxdığı zaman gedirlər dua etməyə, səhər tezdən, belə deyək. Sadəcə aralarından bir balaca uşaq özü ilə çətir götürür ki, qaydanda yağış yağacaq və islanacam. İnanan uşaq sadəcə o idi. Nə çıxır buradan? Özünüzə inanın, bacaracağınıza inanın. Tələbə adını qazanan, yüksək bal yığan heç bir uşaq sizlərdən ya artıq ya əskik deyil. Hər kəs sizin kimi eyni kitablardan öyrənir və eyni yerlərə imtahan verir. Ali məktəbə verir, onlara da eyni sual sayıdır. Sizlərə də eyni sual sayıdır. Sadəcə məqsəd və düzən var, özünə inanmaq var, yaxşısını düşünmək var və təbii ki, çalışmaq var. Və müsbət düşünün, mənfilərdən də uzaq olun. Necə olacaq mənim imtahanım, kəsəsəm necə olacaq? Bunlar sizə bir şey dəyişdirməz və bir şey qazandırmaz. Müsbət düşünməniz, hər şey yaxşı olacaq deyib, o masanın başında oturub dərs çalışmanız sizə fayda qazandıracaq, əksi isə təbii ki, mümkün deyil. Və sonuncu olaraq fikrinizi yayındıracaq hər şeydən uzaq qalmağa çalışın. Bu, dostlarınız da ola bilər, bir müddətlik, sosial şəbəkələr ola bilər, gəzintilər ola bilər, boş-boşuna film izləmək ola bilər və s. Təbii ki, bunların hər biri lazımdır, olmaz demirik. Amma ki, imtahana 3 həftə qalmış, saatlarla durub sizin filmə baxmanız normal deyil. Saatlarla çöldə dostlarınızla vaxt keçirməniz, imtahana sayılı günlər qalıbsa, o da normal deyil. Çalışın ki, hər şey ayrında olsun, düzənli olsun. Çünki hər kəs özünü yaxşı bilir. Nə qədər çox şey sizin vaxtınızı alırsa, o qədər sizin hədəfinizdən yayınacaqsınız. Çalışın ki, o zamanı
oğrayacaq bəzi şeylərdən uzaq qalmağa çalışın ki, bir sıxıntı olmasın. Və son olaraq çalışın ki, bu videodan götürdüklərinizi, öyrəndiklərinizi özünüz üçün bir qeyd götürdünüzsə, bunları yazılı etməyə çalışın. Çünki dediyim kimi videonun əvvəlində insan unutqan varlıqdır. Bunları siz yazılı etdiyiniz zaman daha yaxşı yadda qalacaq, daha yaxşı hədəfinizə belə deyək, fokuslanmış olacaqsınız. Hətta videonun şərh bölməsinə yaza bilərsiniz. Yazın ki, mən bugün söz verirəm və bugün başlayıram. Özünüzə söz verin və başlayın. Son olaraq fikrimi bir cümlə ilə yekunlaşdırmaq istəyirəm. Hətta istərəm ki, bu cümləni bir vərəqə qeyd edəsiniz və dərs çalışma masanızın üzərində olsun, ara bir baxarsınız, çünki çox faydası olacaq. Cümlənin keyfiyyəti itməsin deyə tərcümə etmədim, olduğu kimi saxlamağa çalışdım. Başarının bədəlini bir dönəm üçün ödəməyənlər, başaramamanın bədəlini bir ömür boyu ödərlər. Səhv etmirəmsə, Mümin Sekmanın sözüdür, türk yazarın sözüdür. Çalışın ki, vaxtınızı yaxşı dəyərləndirin və vaxtınızı dolu-dolu keçirin. Çünki müəyyən bir vaxtınız var imtahana və o 3 saatlıq imtahanda sizin universitet və yaxud da abituriyent taleyiniz həll olunur, belə deyək. O 3 saatda hər şey olub bitəcək. Çalışın ki, yaxşı dəyərləndirin və anınızı boş-boşuna xərcləməyin. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun.